Riyaziyyat yalnız məktəblərdə öyrəndiyimiz formullardan ibarət olan bir fənn deyil. O həyatımızın ayrılmaz bir hissəsidir. Gün ərzində alış-veriş edərkən, saatımıza baxarkən, bank əməliyyatları apararkən, hətta yemək reseptlərini ölçəndə belə riyazi biliklərdən istifadə edirik. İnşaat mühəndisləri binaların təhlükəsizliyini təmin etmək üçün trigonometriyaya, iqtisadçılar statistikaya, proqramçılar isə algoritmlərə əsaslanır. Hətta telefonlarımızda istifadə etdiyimiz tətbiqlər belə riyazi hesablama və kodlaşdırma üzərində qurulub. Riyaziyyat düşünməyi, analiz etməyi və problemləri səmərəli şəkildə həll etməyi öyrənir. Bu səbəbdən riyaziyyat təkcə elm deyil, eyni zamanda yaşama sənətidir. Əziz şagirdlər və əziz valideynlər, unutmayın, bugün riyaziyyata sərf etdiyiniz zaman sabah sizə universitet qapılarını açacaq. Qəbul imtahanlarında ən həlledici fənlərdən biridir riyaziyyat. Bu fəndən uğur qazanmaq isə yalnız möhkəm təməllə, düzgün istiqamət və peşəkar müəllimlərlə mümkündür. Məqsədimiz yalnız dərs keçmək deyil, uşaqlarda riyaziyyata sevgi yaratmaq, onları düşünən, analiz edən və qərar verə bilən fərdlərə çevirmək. Ona görə də müəllim seçərkən yalnız qiymətə deyil, təcrübəyə, metodlara, şagirdlərlə necə ünsiyyət qurduğuna diqqət eləyin. Unutmayın, riyaziyyatı sevdirən müəllim gələcəyin yolunu aydınlatan bir rəhbərdir, bələdçidir. Gəlin bu yolu bərabər aydınladaq.